Salam dostlar, bugün 9-cu sinif 21 aprel 2024 olan buraxılış imtahanı qrammatika suallarına baxacağıq. Azərbaycanlıdan və başlayaq testimizə. 31-ci sual. Hansı cümlədə dirisin birləşməni ifadə olunmuş, həmçinin təyinlər işlənmişdir? Ümumiyyətlə, təyinlər əsasən təyin tamlığa və mübtədaya aid olur və həmciz təyin də o deməkdir ki, 2 və daha artıq təyin mübtədaya və ya tamamlığa aid olsun. Yəni, təyin 2 olsun və yaxud da 2-dən daha artıq təyin olsun və bunlar da eyni bir mübtəda və ya tamamlığa aid olanda bunlar həmciz olur. Və bu da deyir ki, 31-ci sualdır. Bu ismi birləşməni ifadə olunur. İsmi birləşmələrdə 3 növ var. Birinci növ, ikinci növ, üçüncü növ, tənzim söz birləşmə. Hansı ki, da bunlar düşmür imtahanda yəqin ki. Deməli, burada birinci biz baxaq A variantına. Deyir, meyvələri, yumurtaları, toyuqları burada işarələmişəm 3 dənəsini və bunlar ayrı-ayrı özləri tamamlıqdırlar. Həmciz tamamlıqlardır. Həmciz təyinlər deyil. Ona görə də A variantını buradan çıxacaq. B variantda deyir ki, hamının sevimlisi uşaqların dostu postalyon verilişin ilk qonaqlarındandır. Verilişin ilk qonaqlarındandır. Kim? Postalyon. Hansı postalyon? Hamının sevimlisi və uşaqların dostu. Hamının sevimlisi üçüncü növ söz birləşməsi, yəni ismi birləşmə. Uşaqların dostu isə yenə isim birləşmədir və bunlar ikisi də mübtədaya aiddir. Yəni postalyona aid olduqlarına görə bunları biz həmciz kimi götürəcəyik. C variantında baxışlardan dalğa-dalğa, bulud-bulud, heyrət yağır, nə heyrət, necə də dalğa-dalğa, bulud-bulud. Burada dalğa-dalğa, bulud-bulud isim birləşmə deyil. Ona görə C variantına götürməyəcəyik. D variantında yenə uzun boy, suyu şirin. Bunlar isim birləşmə yox, mürəkkəb sözlərdir. Ona görə D variantına çıxacaq. Y variantında deyir, övladlarından doymayan, bircə balasının uğurlarına sevinən ana sevincindən ağlayırdı. Ağlayırdı. Götürəcəyik. Kim? Ana sevincindən ağlayırdı. Övladından doymayan, bircə balasının uğurlarına sevinən. Övladlarından doymayan təyindir yenə. Bircə balasının uğurlarına sevinən. Bu da yenə təyindir. Amma bunlar isim birləşmə deyil. Feili sifət tərkibidir. Yəni feili birləşmədir. Ona görə Y variantını da götürməyəcəyik. Burada çünki an, ən feili sifətdir. Burada da yenə an, ən feili sifət tərkibi yaradıb. Ona görə də bunları götürməyəcəyik. 31-ci sualda cavab B variantı. 32-ci sual deyir ki, bir mürəkkəb cümlə deyil. Burada baxsaq ki, A variantında Hindistanda olduğumuz zaman bu böyük ölkə həqiqətən də müstəmləkə vəziyyətində idi deyir. Deməli, Hindistanda olduğumuz zaman bu böyük ölkə həqiqətən də müstəmləkə. Deməli, olduğumuz zaman bu böyük ölkə. Böyük ölkə cümlənin bir mübtədasıdır və yəni burada sadəcə yəni müstəmləkə vəziyyətində olduğundan danışır. Yəni burada bir mübtəda var, yəni bir xəbər də var. Ona görə də burada biz cavab A variantını götürəcəyik. Çünki mürəkkəb cümlə olmaq üçün 2 qrammatik əsası olmalıdır. Yəni ən azından 2 mübtəda və yaxud da 2 xəbərdən ibarət olmalıdır ki, bu mürəkkəb cümlə olsun. Ona görə cavab A variantı olacaq. B variantı deyir ki, mənə bu yerlər doğma idi. Doğma idi. Nə? Bu yerlər. Lakin indi heç nəyi tanıya bilmirdim. Tanıya bilmirdim yenə olacaq, amma bura mən artıra bilirik. B variantının ikinci cümləsindən mən artıra bilirik. Ona görə də bu mürəkkəb cümlə olacaq. Ona görə B variantına çıxdıq. Bu saray gözəl və yaraşıqlı idi. Onu Hind ustadları tikmişdilər. Hind ustadları tikmişdilər. Nəyi? Saray deyir ki, amma birinci tərəfində saray gözəl və yaraşıqlı idi. Gözəl və yaraşıqlı idi yenə də. Nə? Saray. Burada ayrı-ayrı yenə mübtədası olduğuna görə bu da mürəkkəb cümlə olacaq. Mən elə düşünürəm ki, bu gözəl binadan düzgün istifadə olunmur. Gözəl binadan düzgün istifadə olunmur. İkinci tərəfi şəxsiz cümlədir. Şəxsiz cümlə olanda da mürəkkəb cümlədə belə bir qayda var ki, əgər birinci tərəflə ikinci tərəfin fərqlənərsə, bu biri məsələn müəyyən şəxsi cümlə, ikinci tərəfi şəxsi cümlə olarsa, bu zaman onları da yenə mürəkkəb cümlə kimi götürməliyik. Birinci variantı, yəni birinci tərəfi müəyyən şəxsi cümlə, ikinci tərəfi isə istifadə olunmurdan bitdiyinə görə burada şəxsi cümlə olacaq. Ona görə də bu da mürəkkəb cümlədir. Y variantı deyir, yağış yağır, torpaq doymaq bilmir, göydən tökülən suyu cana çəkirdi. Yağır, nə? Yağış torpaqdakı doymaq bilmir. Bunu da götürürük elə, bu da mürəkkəb cümlə olacaq. Yəni, mürəkkəb cümlə olması üçün 2 və daha artıq qrammatik əsası olmalıdır. Deməli, 30-cu sual. İkinci işləmə məqamına görə düzgün ardıcılığı müəyyən edin. Deyir, sən ki belə deyildin. Əgər ki, yəni cümlədə heç bir rolu oynamırsa,
Bu zaman sadəcə yəni cümlədə çıxarsaq da çıxartmasaq da eyni şey ifadə edirsə, bu çox vaxt ədat kimi olacaq. Birinciyə baxsaq, deyir, sən ki belə deyildin, sən belə deyildin, sən ki belə deyildin. Bu da çıxartsaq da çıxartmasaq da o qədər məna çaları yaratmır. Ona görə birincidə ədat olacaq. B və C variantına çıxdı. Arzum budur ki, 2-dən sonra vergül qoyulur. Yəni orta məktəbdə sistemə görə 2-dən sonra çox vaxt vergül qoyulanda bu bağlayıcı olacaq. Ona görə ikinci səhvdə bağlayıcı olmalıdır. Y variantına çıxdıq. Qaldı axırda. İndiki vəziyyət tamam başqadır. İndiki vəziyyətdəki leksik şəkilçi olacaq. Ona görə cavab D variantı olacaq. Ondan sonra deyir, birində deyir, say işlənmişdi. 34-də. Deməli, A variantında deyir ki, az olsun, yaxşı olsun. Deməli, olsun, nə, az olsun. Burada say olmayacaq, səhv olacaq. A variantını çıxdıq. Ondan sonra çox adam bu işlərdən xəbər tutmayıb deyir. Burada çox adam say olacaq, çünki ismin qarşısında işlənib. Ona görə bunu say kimi götürəcəyik. Cavab B variantı olacaq. Yəni saylar çox vaxtı yəni isimdən əvvəl gələndə hansı ki say olur və onun isimdən əvvəl gəlməlidir. Əgər feildən əvvəl gələrsə, onlar çox vaxtı zərf kimi götürülür. Deməli, deyir, az getdi. Bu feildən əvvəl gəlib. Deməli, burada zərfdir. Ona görə C variantında çıxdı. Onlar xeyli məsləhətləşdilər. Burada da yenə feildən əvvəl gəlib. Burada zərfdir, getdi. Çox danışmadı, yenə getdi. Burada götürülüblər. Ondan sonra 35 sual. Hansı cümlədə iki söz yazılışından deyir, fərqli tələffüz olunur deyir. Bura baxaq, Qəbələ qədim tarixə malikdir. Burada malikdir. Fərqli tələffüz olunacaq, hansı ki, burada ix kimi tələffüz olunacaq, ki, burada malikdir kimi tələffüz olunacaq, amma deyir, iki söz yazılışından fərqli tələffüz olunur. A variantını çıxdıq buna görə də. Təndir çörəyi deyir, dadlı olur, təndir çörəyi dadlı. Bu dadlı olacaq, yəni dadlı yox, dadlı olacaq, amma burada da yenə bir söz olacaq, ona görə B variantına çıxdıq. Lahıc meşələrində ayı çoxdur deyir. Deməli, burada deməli, birincisi bu çoxdur, çoxdur kimi tələffüz olunacaq. Ondan sonra burada lahıc kimi tələffüz olunacaq. Ona görə də cavabı burada biz C variantı götürüləcək. Burada cavab C variantı olacaq. D variantı deyir ki, südü, pendiri, bol, qaymaqlı, çoban. Burada qaymaqlı olacaq. Ona görə D variantı çıxdı. Çünki burada da bir söz var. Tülkü çox hiləgər heyvandır deyir. Axırdakı bu d kimi tələffüz olunacaq və burada da bir dənə olacaq. Ona görə cavab C variantı. 36-cı sual hansı cümlədə deyir, əmr şəklində olan deyir, feil işlənmişdi. Bura baxaq deyir, A variantı deyir ki, istəmirəm yad qayada bitim mən. Deməli, çox vaxt yəni əmr şəklində olması üçün orada digər şəkillər və həm də ki zaman çəkicisi işlənməməlidir ki, bu əmr şəklində olsun. Ona görə də burada deməli baxsaq ki, bitim sözü var. Bu da əmr şəklində olan feildir. Ona görə cavab A variantı olacaq. Burada inversiyadan da istifadə olunub. Bitim qabağa keçir. Əslində mən bitim olmalıydı. Bitim mən qoyulacaq ki, çaşdırsınlar və cavab A variantı olacaq. B variantı deyir ki, deməli, istəmədiyim, burada deyişiyordu keçmiş zaman, istəmədim, görüşə bugün mənimlə, tamam, B variantında deyil, istədiyim kimi edəcəyəm, burada acar əcək var, yenə gələcək zaman, bu da deyil, istəyərdim, ər var, istəyirəm, yenə ır var, ona görə də Y variantında da deyil, cavab A variantıdır. Burada da ki, elə B variantında görüşə var. Burada A-ya da arzu şəklidir. 37-də hansı səciyyədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir deyir. Eyni hərəkəti deyir, bildirən sinonimlər oturmaq, əyləşmək ilə bu cavab B variantı olacaq burada. Yəni, ikisi də eyni mənanı bildirir. Üstünə çox dayanmağa ehtiyac yoxdur. 38 mübtədası söz birləşməsi xəbəri feillə ifadə olunmuş cümləni müəyyən edin. Mübtədası söz birləşməsindən, amma xəbəri feillə ifadə olunmalıdır. Deməli, burada A variantında deyib, bu gənclər xalqın gələcəyidir. Mübtəda söz birləşməsindən ifadə olunub deyir, xəbəri isə feillə ifadə olunur. Xəbəri burada söz birləşməsi ifadə olunub, üçüncü növtənin söz birləşməsidir. Ona görə xəbər heç feillə ifadə olunmayıb, A variantında getdi. Uşaqların şən qəhqəhələri uzaqdan eşidilirdi. Nə uşaqların şən qəhqəhələri
Hardan? Uzaqdan. Elə burada uşaqların şən qəhqəhələri bir götürülür. Orada isə uzaqdan eşidilirdi. Götürdüyünə görə cavab B variantı olacaq. Başqa baxaq, dəstəni köməyə çağırdılar. Elə çağırdılar. Burada fe'l ifadə olunub, amma dəstənindəki tamamlıqdır. Ona görə də burada belə olacaq. C variantına getdi. Sonra ona kömək edənlər atasının sadiq dostları idi. Atasının sadiq dostları idi. Burada fe'l ifadə olunub. Yox, fe'l ifadə olunmayıb. Söz birləşməsi ifadə olunub xəbər. Ona kömək edənlər də yenə də mübtədasıdır, amma söz birləşməsi, yəni fe'li birləşmə ilə ifadə olunub, amma xəbəri söz birləşməsi ifadə olunduğuna görə götürməyəcək. Y variantında deyir, şairlər çəkən dağlar çəkməyib. Deməli, çəkməyib nə dağlar, nəyi şairlər çəkəni. Burada da ki, yenə tamamlıq olacaq, mübtəda yoxdur, ona görə də Y variantında getdi. Cavab B variantı olacaq. 39 verilmiş cümlədə danışan ifadə etdiyi fikrə münasibəti nəzərə alaraq ardıcılığı müəyyən edin. Yəni, bu demək istəyir ki, burada biz modal sözləri nəzərə almalıyıq. Danışan ifadə etdiyi fikrə münasibət modal sözlərdədir. Yəni, onun sadə tərifini verərək bizə göstərmək istəyir. Deməli, 39-cu sual. Yəqinlik bildirir, nəticə bildirir, fikir mənbəyini bildirir, bənzətmə bildirir. Deyir, elə çapırdı ki, sanki onun arxadan canavar qovurdu. Biz bilirik ki, sankidir. Deməli, burada modal söz kimi işlənib. Ona görə də orada bu bənzətmə bildirəcək. Yəni, ən birinci, ən axırda gəlməlidir. Ona görə də A, B, C variantına çıxacaq. Çünki, yəni, birinci gələn bənzətmə bildirdiyinə görə, burada da bənzətmə ən axırda gəldiyinə görə, deməli, bənzətməni ən axıra qoymalıyıq. Y və D variantları qaldı. Ümumiyyətlə, mən sizin toncu səbəbsizlə gözləyim. Ümumiyyətlə, nəticə bildirir. Ona görə də burada, deməli, nəticə bildirdiyinə görə 2-yə ikincini qoyacaq. Yəni, burada həm də burada ikinciyə ikincidir. Ona görə 2 variantda qalır. Düzü buranın çapıq qaya olduğunu bilmirdim deyir. Düzü də ki, yəqinlik bildirir. Ona görə də deməli, birinci 3 gəlməlidir. Cavab elə Y variantı qalacaq. D variantı da gələcək. Qaldı. Məncə Yalçın Taliyesi daha çox maraqlandırmalıdır. Bu da məncə də fikrin mənbəyini bildirir. Ona görə də düzgün sıra 3, 2, 4, 1 olacaq. Həm də 39-un birinci cümləsindəki sankidən vergül qoymurdu əvvəl və sonra. Yəni, belə bir qayda da var. Burada da təsərrüf düşə bilər. Sanki güya elə bir bənzətmə bildirən modal sözlərdə əvvəl və sonra vergül qoymur. Amma yəni, burada vergül qoyulmasının səbəbi isə, yəni 2-dən sonra vergül gəlməsinin səbəbi 2-nin bağladığı kimi olub, cümlələri birləşdirməsinin səbəbidir vergül gəlməsi. 40-da deyir, qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Bildik ki, qeyri-müəyyən şəxsi cümlələr olmalıdır. Üçüncü şəxsin cəmində xəbəri. Və biz də baxsaq ki, burada hansındadır? Deməli, deməli, dayanmışlar, sayarlar, etdilər. Yəni, burada da hamısında üçüncü şəxsin cəmindədir və biz buradan tapmalıyıq ki, burada da hansı ki, Y variantı olacaq. Səhərə yaxın bizi oyatdılar. Kim oyatdılar? Kimsə oyatdılar. Kim, yəni, burada demək istəyir ki, yəni, var kimsə, yəni, şəxs artıra bilir və onu bərpa edə bilir. Səhərə yaxın bizi oyatdılar. Kimsə burada deyə bilir. Ona görə cavab Y variantı olacaq. A variantı niyə olmayacaq? Çünki elə həkimlər özü burada olduğuna görə həkimlər müayinə etdilər. Ona görə də bunlar elə müəyyən şəxs olacaq. A variantı getdi. Düzəni payızda sayarlar. Ümumi şəxsi cümlədə B getdi. Uşaqlar qız qalsın zirvəsində dayanmışlar. Uşaqlar elə mübtəda var. Ona görə burada müəyyən şəxsi cümlə olacaq. D variantı getdi. Hər sözə qulaq asmazlar. Yenə ümumi şəxsi cümlə olacaq. D variantı da getdi və cavab Y variantı oldu. Bu qədər 21 apreldə bunlar idi düşə biləcək. 21 apreldə, yəni 2024-də düşən Azərbaycan qrammatika sualları bunlar idi. Gələcək videolarda da digərləri gələcək. Sağ olun.